Atletico Bilbao, Qarabağ. Qarabağ oyundan. Atletico Bilbao səfəri çox çətindir. Öz meydanında çox yaxşı oynayırlar. Yəni həmişə Real orada çətinlik çəkir, Barcelona orada çətinlik çəkir, Sevilla çətinlik çəkir. Yəni, çox istərdim ki, məğlub olmasın. Ola bilər 1-1 ya nəsə belə bir şey olsun. Gözləyirsən ki, Qarabağ Atletico Bilbao ilə 1-1 oynasın, hə? Sən deyim, açıq oyun getsə, bəlkə də Qarabağ öz şanslarını tapa bilər hücumda. Yəni hər şey ola bilər. 2-1 də qələbə qazana bilər Qarabağ. Amma mən düşünürəm ki, nəsə belə çox gol olmaz. Yəni 1-1 olar, ya nəsə belə. Səfərdə Atletico Bilbao. Sən nə deyirsən? Mən düşünürəm ki, heç-heçə və yaxud da ki, yəni ki, heç-heçə. Çox güman ki, heç-heçə olar. Qalib gəlsən də əla olar, çox süper olar. Deyəcəm, məğlub olma şansı da var. Yazırlar, letər sənə keçəl. Orada bir şey var idi, rəy var idi. Necə deyim? Bax, proqnoz verərkən nə deyə bilərik? Atletico Bilbao favoritdirmi? Favoritdir. Öz meydanında yaxşı oynayır. Oyun başlayanda Qarabağa azarkeşlik edəcəkmi? Son dəqiqəyə kimi azarkeşlik edəcək. Amma gözləntim mənim odur ki, Atletico Bilbao'dan bir xal qopardarıq. Mən elə düşünürəm. 1-1 ola bilər. Ümid edək ki, yaxşı olsun, lap yaxşı olsun. Tək yaxşı olsun.